səhər saatları olmasına baxmayaraq 50-dən artıq pasiyent qəbul etmişik və düşünürəm ki, həqiqətən fərqindəlik layihəsi çərçivəsində biz məqsədimizə çatdırıb cəmiyyətə sağlam vətəndaş qazandırmaq üçün məqsədlərimiz, hədəflərimiz var. Ölkəmizin ərazisini qarış-qarış gəzərəkdən insanların diabetini aşkar edib və bu diabetlə əlaqədar olan ağırlaşmaları bildirib, onları məlumatlandırmağa davam edirik. İndiyənə kimi məndə şəkər olduğunu da bilmirdim. Məqsədimiz ehtiyac olmadığı halda belə, şikayətlər olmasa belə erkən müayinəyə insanlarımızı cəlb etməkdir.